Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir də xatırladıq. Məhz Bakı Kəndlilər Liqasında açılış oyununda ilk turda bu qarşılaşmada biz Xırdalan və Zalspor komandalarını üzə görürük. Ruslan 93 səbni Qarayevdə fasiləyə Xırdalan 6-1 hesablı öndə yollamışdı Zalspor oyununda. Böyle ikinci hissədə bizi nə gözləyir? Bir qədər çətin olsa da geri dönüş mü izləyəcək yoxsa üstünlüyü artacaq mı? Minnətdarım. Ekran bəyənlər sizlərdə ayrıca aşağıda da arzuyorum. Digərlərdə qatılsın bəyənməyin. Nurlan qarşısında İmaməli var idi müdaxilə yerində. Oruç bir qədər ayaq saxladı. Xəyal. Əli Babanı keçə bilmir. İmam Əliyev önü bağlı idi, bir qədər ayaq saxladı. İtirdi burada. Nurlan qazandı. Məhz komandasında meydandakı yeganə qolun sahibidir Nurlan. Bunu xatırlatmasını edim, yeri gəlmişim. Bakı Kəndlər Liqası Ruslan 93-ə keçir. Qarayevdə Ruslan 93. Elə bu yaranmış fasilədən istifadə edim, qeyd edim ki, siz ekranı bəyənin ki, mən də sizin soruları cavablandırım. Artıq biz yarım saatdır, 30 dəqiqədir, yayınlayaq və hələ də 10 min edə bilməmişik. Qardaşlar, bir bəyənəyə zəhmət olmasa, bəyənək, paylaşaq. Emin ötürməsi, burada Xəyalın təzyiqi vardı, qazandı. Sadiq komanda yoldaşının səhvini düzəldir. Korner, ikinciden zərbə. Oruç. Səmti dəyişməsi. Altın topu ilə daxil edilməlidir. Sadiq, şaxla qapıya. Sadiq. Zərbə indirməsi, ötürməsi İmaməli. Oruç. Digər cinahda komanda yoldaşını səslədi. Sadiq. Meydanın rəqib aydın vasitəsində cərimə meydançada səndəvərdə ötürmələr izləyirik. O topla sanki çox oynadılar. Artıq bir nəfər zərbə indirməli idi. Nurlan. Həm aktivində qol, həm də pasivində sarı vərəqə var. Əli Baba ayaq saxladı Sadiq. Dəqiqanla doğru ötürmə Ağdaşı onu ötürməsinin qarşısını kəsmişdi. Xəyal. Ötürməsi. Təkrar İmaməli niyə burada Xəyalı düşünür? Niyə zərbə indirmədi? Zənimcə özü zərbə indirsəydi bir qədər fərqli senari izləyə bilərdik. Nurlan. Ayaq saxladı Əli Baba, hissəyə alınmır, Çingizdə qalır. 6000 də artıq ekran bəyənməsi, onu 10 min edək qardaşlar, sonra deyənək. Zəhmət olmasa bəyənə paylaşıq, 10 min olsun. Oruzla yenəmlə, Xırdalan adına ikinci sədələ ki, qapının kilidi açılmayıb. Bir daha qeyd edirəm, Xırdalan 6-1'li üstünlüyü var. İki hissədən, fasilədən 6-1 hesabı ilə öndə qayıtmışdı Xırdalan komandası Zalspor önündə. Görək, Ruslan 93-ə Qarayevdə daha qollar izləyəcəkmi? Əli Baba. Səmti dəyişdi, zərbə çəkdi. Emin zərbə indirmişdi, amma Sənalda nəticə asıl olmadı. Oruç. Bir qədər top özündən hürəli bıraxsa da ünvanı çatdı. Çingiz. Yoruldunuz, Lami. Məsələ burada Kiperin, Çingizin bir iradı var idi. Hansı ki, niyə tələsirsiniz deyə komanda başlarına səslənirdi. Mərkəzə doğru. Oruz bir qədər ayaq saxladı. Zahir. Zərbə çəkdi Sadiq. Təkrar həmlə ardarda. Həmlələri izlədi Cavid. Hər iki həmləni, hər iki zərbəni dəf etməyi bacardı. Buradayım. Seymnə qarşı qayda pozulub. Emin yorulmadı. Emin axırıncıdır. Fikrət. Səmti dəyişməyi bacardı. Zahir. Qarşısında Emin var idi. Sadiq. Zərbə imkanını itirdi, amma top onlarda qaldı. Daban ötürməsi Eminin zərbəsi. Sadiq dur da, Sadiq. Zavidən keçid yoxdur. Pas eləyirlər. Oruç. Zahir. Eminlə oynadı. Sadiqin təzyiqi var. Mərkəzə doğru ötürməyə Oruç. Keçənməzsən onu. Nurlan top meydanda saxlama bacardı.
Mərkəzə doğru ötürmə. Əli Baba çata bilmədi. Fikrət. Topun nəzarəti məhz Xırdalanla yanadı. Daha qeyd edik. Ruslan 93-də Qarayevdə Bakı Kəndlər Liqası Zalspor və Xırdalan komandaları üz-üzədir. Xırdalanın məhz 6 birlik üstünlüyü var Zalspor önündə. Fikrətlə yenə olacaq Xırdalandan. Fikrət mərkəzə doğru ötürmə. Oruç! Burada Fikrət rəqibdən çıxış etdi sanki. Topu uzaqlaşdırmaq cəhdi idi. Zərbəyə bənzəmirdi. Başlar çatır. Hayır fikirə. Kvadrat edir 10 par. Evet. Ekran pəyəniyə paylaşaq zəhmət olmasa 10.000 edək ekran verməsindən, yoxsa rəyləri bağlayacağım. Bəyənək ki, 10.000 olsun, yayım aşağı düşməsin, daha çox külə qarşısına çıxsın, daha çox şəxsi izləsin. Bəyənənlər aşağıda artıq adlarınızı görürüm, sizlərə ayrıca minnətdarım. Digərlər də bəyənsin, bir dəqiqə içində biz onu artıq 10.000 edərik. 6.500 artıq. Sadiq, çox örnəkdəydi. Tutuqdur. İkisi də. Paylaşırlar. Emin, toparını oturmadı, istədik kimi alınmır. Bravo Emin! Sadiq, qapıya vura bilərsən. Sadiq. Rəşim sözü saxlama bir də. Yakala doğru ötürməyə yaxşı alındı. Emin zərbə və gol! Emin tamamladı. Ay şuraya. Dubl edir. Hayır, 8 dəqiqədir. Sadiqin Orada Deyəqanla doğru möhtəşəm ötürməsi isə tamamlamağı bacardı. Ay oyunun 2 dəqiqə. 7-1 oldu. Son 90 isə Qarayevdə Xırdalan 7-1 hesabı ilə öndədir. Zalspor önündə Bakı Kəndlər Liqasının açılış oyunu. İlk turunda məhz 92-də Xırdalanın 7-1 üstünlüyü var. Deyəsən, daha bir qol gəlir Fikrət. Topu ram edə bilsəydi. Bəlkə də qol artıq gəlmişdi. Sadiq. Zərbə! Çingiz Kiper Nurlanın fərqlənməsinə imkan vermir. Zərbədə keçid vermədi. 7.700 oldu artıq. 10.000 edirik, sonra dayanır. Sonra mən də sizin suallarınızı cavablandıracağım. Bəli, 10.000 olsun. Oruç əksizm şansı olacaq. Bir qədər ayaq saxladı. Yeni icraatda İmaməli özünü göstərmişdi. Oruç. Sadiq araya girdi. Nurlan əksizm şansı ola bilər. Normaldən keçid yoxdur. 2 belə qan dönüşür. Oyna. Sadiq bir qədər mərkəzə çəkildi. Bir aldadıcı cəhət və İmaməli onun eləməsinə imkan vermir. Mübarizənin qalib tərəfidir. Cinaya doğru ötürmə Fikrət. Zərbə cəhətib. Cavidə müdaxiləsi vardı. Fikrət. Sol ayaqla indirilmiş zərbə Zahirin ifasında. Top qapının üzərinə meydan tərk edir. Əli Baba. $8.000 oldu. 2.000 olduqdan sonra mən də sizin suallarınızı cavablandıracağım. Bəyənək 10.000 olsun. Mən də sizin bütün suallarınızı cavablandırım. Elvinin müdaxiləsi vardı. Fikrət. Cinaya doğru ötürmə. Oruç. Səhv etmirəmsə, retrik edib Oruç. Nurlan, Sadiq. Da qayda pozulmuşdu Nurlan. Elmirə doğru. Əli Baba qapçı ilə birə-birdə zərbə. Çəkişizin müdaxiləsi vardı. Əli Babanın fərqlənməsinə imkan vermir. Birə-birdə rəqibini müəyyən etdi. Bu arada xatırlatma edək ki, artıq görüşdə təxmini olaraq son 15 dəqiqə, son dilimə daxil oluruq. Əksizm şansı Oruç. Eyni cəhətdə Zahir özünü göstərdi. Zahir. Nurlan. Ayaq saxladı Nurlan. Rəqibini aldatma bacardı. Əli Baba. Sadiqlə oynadı. Sadiq zərbə. Yaxın məsafədən topu qapının üzərinə vurur. Çərçivəyə düşmək mümkün olmur.
9200 də artıq 10.000 edirik, sonra dayanırıq. Zəhmət olmasa bəyənənlər aşağıdalarınızı görürəm, sizlərə ayrıca minnətdarım. Oruz. Bir-birlərini başa düşmədi. Zahir və Fikrət Kilisəli Baba ilə əksizum şansı ola bilər. Sadiqi boşa çıxardı Sadiq. Qapı qarşısını ötürmə. Emin müdafiə edib. Kesit yoxdur deyir. İmam Əli mərkəzə doğru Fikrət. Ədalət təmsil orada qayda pozuntusu qeydə almışdı. Kifayət qədər təhlükəli bir nöqtədən standart vəziyyət görə qapıya birbaşa zərbə mi yoxsa Verev tapşırıq edib. İmaç durmursan qapısının ağzında deyirsən. Fikrət. Qapısının safhaya hər kəs meydan rəqibə qılmaq səsindədir. Xəyalın başlı zərbəsini izlədik. Top qapının üzərinə meydan tərk edir. Çərçivəyə istiqamətləndirə bilmədi. Sadiq. Çingiz. Gördü komand yoldaşına Oruz. Əksizum şansı. Dəfənazlıqda yaxalayıblar. Oruz topladı. Denizin ata Xəyal. Yenidən Oruz'u oynadı. Oruz zərbə çəkdi. Oruz tamamladı. Ağabey yollan var gəlsin. Fərqi bir qədər də artırır. 8-1. Ruslan 90 Qarayevdə Bakı Kəndlər Liqasında məhz açılış oyununda ilk turda Xırdalan artıq 8-1 hesabı önündədir. Zalspor önündə. Fərqi 7 yüksəlir. İkinci hissədə də bir tərəfli qollar izləməyə davam edirik. Xəyalın əlinə dəymişdi. Referdi gərcinətdə olsa da gözünə yayınmır. Təşəkkürlər ekran verməsi üçün. Suallarınızı yazın. Çalışdığım qədərlə cavablandıracağım. Artıq ikinci hissədə yarılamışıq. Bir daha qeyd edək. Ruslan 93-ə Qarayev deməz. Bakı Kəndlər Liqası bu görüşə Xırdalan Zalspor komandaları üzrədir. Və Xırdalan kollektivinin 8-1'lik üstünlüyü var Zalspor önündə. Standart vəziyyət. Əli Baba topun arxasında 2 nəfərdən ibarət canlı Sədi var. Bu ötürmə çox pis alındı. Yeni gələnlər bizi xoş gördük. Teğanla doğru ötürməyə. Xəyal. Xəyal. Səmti dəyişdi. İmam Əli eyni zamanda Fikrət də özünü təklif edir. Mərkəzə doğru. Oruz zərbə. Səfər alınmır. Topu qapının üzərindən vurdu. Bravo Emoş, bir də çatma toplar. Nurlan. Bir ötürmə hissəyi Emin'in istiqamətində düşüncə yaxşı ötürmə. Səni kim alınmadı? Emir təşəkkür. Bir daha qeyd edək. Bakı Kəndlər Liqası Ruslan 93 Qarayevdə baş tutur. Bu görüşdə Zalspor və Xırdalan komandaları üzrədir. Xırdalanın 8-1'lik üstünlüyü var Zalspor önündə. Bu arada vərəqə gəldi. Nurlan. Bu onun artıq ikinci sarısıydı. Və qırmızı vərəq ilə meydanda tərk edir. Komandasının yeganə qolun müəllifi Nurlan. İkinci sarıdan qırmızı vərəq ilə. Xırdalan komandasını bir nəfər də hazırda qoydu. Bakı Kəndlər Liqasının həm ilk sarı vərəqəsi, ilk rəsmi xəbərdarlığı. Ondan da gəldəndə 2 qırmızı vərəqə. Emin mərkəzə doğru ötürmə Fikrət burada bir anlı müqavimətini itirdi. Hərçənd ki topu da toxuna bilməmişdi Emin. Başı rəqibini təqib edir. Bir qədər ayaq saxladı Çingiz. Cinaqda Sadiq özünü göstərdi. Emin. Fikrət. Bravo Fikrət. Sen yok. Bu ekranı sıkacaksın. Sen solundan kal. Çi. Şimdi zıplattım. Oyna Çingi.
Mərkəzə doğru ötürmək keçmədi. Bir aldadıcı cəhət, İmam Əli, Emin. Emin yaxşı gəl amma bravo. Emin gəl. 8-1 onlar öndə olmalarına baxmayaraq biz Xırdalanla təmrələr görürük. Rəqib qismən hesabla barışsa da Xırdalan kollektivi barışmaq istəmir, fərqi bir qədər də artırmaq istəyirlər. Onu da qeyd edək ki, geridə olan komanda bir nəfər də hazırda adam edir. Nurlan qırmızı vərəqə görmüşdü. İkinci sarıdan qırmızı vərəqə. Hərçənd ki, yeri gəlmişkən qeyd edək ki, məhz komandası adına da yeganə qolun müəllifi idi. Zalspor nəmləsi Emin, Sadiq. Sadiq yerlə zərbə. Komanda başına da dəydi. Dondu axı. Oyuncu səndədir. Yemin yetirdi. Lokmana. Fikrət. Oruz bir də geriyə durdu Oruz qardaşım. Bəli. Qarayev, Ruslan 93. Sadiq. Fikrət yerdən gəldi, uğurladı topu. İmam Əliyev aldadıcı cəhət. Bir qədər ayaq saxladı Cinata Sadiq. Mərkəzə doğru ötürmə gələrmi? Geriyə doğru. Kaşef kapıya. Kapıya. Gel Allah'ım öyle olmuyor. Allah'ım. Sen canlar kal. O canlar da şu uçlarda. Sen Mən durabilirim ha. Sadiq götürmək istəyəli babaya burada. Zahir müdaxilə etməyə bacarır. Sadık kapıya. Çox sağ olun, minnətdarım. Olmasa dilim təxminə verirsin. Ekranda bəyənə paylaşaq zəhmət olmasa suallarınız olursa da yazın. Mən də cavablandırma hazıram. Cinahdan yeni əmlə qurulacaq. Xırdalan mərkəzə doğru ötürmə Oruc. Sadiq. Sadık pastı sol. İmam Əli. Sadi. Sadık'la var Ceylan geçiyor oyunu. Sadi. Xəyal. Oyna da. Ferdi davam dedi. Orada Allah. Bir ara ötürmək istəyib. Elminin müdaxiləsi var idi. Al çet amınıyorum oyunu. Korner, köşdən zərbə. Xəyal. Kaya kapıya kaya. Hayır. Zərbə ilə bəydə qaçışında. Top etkisi əksum şansları ötürməsi keçmir. Məhz rəqibi müdafiədən çıxarmır. Xırdalan komandası İmam Əli yenicə Toruzla oynadı. Yenən İmam Əli. Aldadıcı cəhdlər İmam Əli. Oruç. Xəyal Rabona. Kaya zaman Allah kaya da. Kaya. Ha kaya. Gel Yaxın gözə nişanlı topu torlar yolladı, fərqi bir qədər də artırır. Gel yekşi olmazsa ben Allah kadar. Ha Sadi. 9-1 oldu. Ay kaka soyuktu da. Xırdalan 9, Zalspor 1. Ne oynamak istiyor ya? Ne var mı? Əli Baba uzaq məsafədən zərbə. Hayır ama uzayla oynuyor. Bəli, bundan sonra da 2 qarşılaşma var. Bir daha da qeyd edək. Oruç, bir ara ötürməsi İmam Əli. Çık. Yaşa Sadi. Bak direğin dibine. Direğin dibine. Direğin dibine. Ruslan 93. Qarayev. Xəyal. Xəyal. Meydan tərk etmişdimi? Refer bildir ki, bəli. Qapıdan zərbə olmalıdır. Sadiq önündə qaldı, qapçı ilə birə-birdir. Sadiq qapçını yatırdı. Artıq müdafiəyə geri qayıdıb. Zərbə imkanını itirdi. Komanda yoldaşlarının köməyinə çatır. Emin topladı. Yenə Sadiq. Getdi. Zahir arkanda. Sina dəyişilib. Mərkəzə doğru Elmir burada topu bir qədər özünə irəli buraxdı. Top itkisi əksizm şansı olacaq İmam Əli.
Son anda Emin. Şakir, neçə dəqiqə qalır? Hələ var 15 dəqiqə var. 5 dəqiqə. Gəl biz də oynayaq. Aa, Xəyal, gəlmişdirmə. Xəyal, gəl la Xəyal. 5 dəqiqə qalıb, gəl. Oruç gəlmə. Sadiq sən qardaşım. Səndən Sadiq çıxsın. Hələ səndən Sadiq. 5 dəqiqə qalıb, 5 dəqiqə. Oruç top meydanda saxlama bacardı. İmaməli yenidən özünü göstərdi. Ona doğru ötürmək. Savit çıxışda düzgün oynadı, rəqibini qabaqladı. Sadiqlə ikisi şansı Zalspor adına. Tali ana Tali. Bir qədər sağa istiqamətləndi. Orada Oruç var qarşısında, Sadiq də komandalaşın köməyinə gəlir. Adaşlar üzrəydi Əli Baba. Cinağa doğru elmir. Əli Baba. Bir ara ötürməsi yaxşı alında Sadiq. Kəmlədə yaxşı gizlətmişdi Əli Babanın zərbəsi. Sən nə gəzirsən? 7 dəqiqəli uzun ötürmək istəyə bir qapıçıdan digər qapıçıya bu ötürmə oldu sanki. Xəyal, gəl Xəyal, 2 dəqiqə qalıb. Sadiq, gəl, sən 2 dəqiqə qalıb. Biraz maşedik. Gəl, mən niyə gülmədim, ay kişi? Oruç zərbə. Sinan nişan aldı. Asferdə top qapıdan yan keçir, səsvə düşmək mümkün olmadı. Oynadın da, mən nə top oynadım? Gəl mənə addım. Əli Baba. Cinağa doğru Emin. Oruç. Fikrət komandalaşını səslədi. Bir qədər ayaq saxladı. Türmə vermək istəyirdi, alamadı İmaməli. Burada Emin. Adaşında qalır, qarşılı top etkisizlədik. Top Xırdalan oyuncularında qaldı. Emin topladı. Aktivdə 2 gol var. Bir qədər ayaq saxladı. Sarının uzaq məsafədən zərbəsi. Top qapını aralı keçir. Çərçivəyə düşmə mümkün olmur. Xatırladaq ki, Bakı Kəndlər Liqasında Ruslan 93-də Qarayevdə Xırdalan 9-1 hesab ilə öndədi Zalspor önündə. Qalan dəqiqələr ərzində nə izləyəcək? Artıq görüşün sona yaxınlaşırıq. Son dəqiqələr oynanılır. Emin ram edə bilmədi. Ondan sonra da iki maraqlı görüş var. Hər iki görüşdə də həm YouTube yayımız, həm də TikTok vasitəsilə canlı reportajımız olacaq. Zahir. İmaməli. Bir zərbə çəkdi. Zahir fərqlənir. Eqaldan sonra da meydanı tərk edir, Xəyala əvəzlədi. 1-10. Top onlarda da dəyişirlər. Bax, texniki deyim də. Qutar da gedək. Bir refer qarşılaşma nə zaman bitirəcək? Təxmin olaraq dəqiqə yarım. Bir daha xatırladaq. 90-90 isə Bakı Kəndlər Liqası, Zalspor və Xırdalan komandaları üzrədir. Zalspor 1, Xırdalan 10. Daha bir neçə qol axtarır Xırdalan oyuncuları. Zərbə! Xəyalın ifasında izlədik. Topçalda yan torlar silkələdi. Çərçivə düşmək mümkün olmadı. Mərkəzə doğru Fikrət. Oruç Fikrətə zərbə indirməyə imkan vermir. Xəyal. Elmini müdaxiləsi vardı Oruçun zərbəsi. Qeyri dəqiqdir. Akrobatik həmlə ilə şırtma zərbə rəqmini keçmək istədi, alınmadı. Əli Baba qapı qarşısına paralel ötürmə alınmır Oruç. Xəyal. Davan ötürməsi. Sonrasındakı fərqli 2 rəqəmlə etmək istəyir Xırdalan oyuncuları. İmaməli rəqmini keçə bilmədi. Qapıdan zərbə. Son əmrlər, son cəhdlər. Emin.
Fikrət özünü çatdırdı qapı qarşısına. Müdafiənin müdaxiləsi vardı. Hakim də saatına nəzəri yetirir. Uçuruşun son zərbəsi oldu. Referi qarşılaşmanı bitirdi. Xırdalan 10, Zaspor 1. Hər iki komanda növbəti onlarda uğurlar arzu edir. Sağ olun, salamat qalın.